Əhl-i-Sünnə və Cəmaatın sahabələr arasında baş verən o döyüşlər, o fitnələr baş verməsində olan məzhəbi, birincisi fitnənin səbəbi Yahudilərin İslam'a qarşı olan o planları idi ki, təamür deyirlər, yəni İslam'a və İslam əhlini nə etməkdir? Hiləcəsinə onları azdırmaq idi. Yəni onlardan özlərindən birini çıxardırlar. Zahirdə İslamı yalandan günah olaraq İslamı göstərir. Necə ki, Abdullah ibn Səbə bilirsiniz, Yəmən Yahudilərindən olubdur. Bu Yahudi nə edir? Başlayır 3-cü xəlifə olan Osman radiyallahu anhuya qarşı öz kinini, küdrətini, öz zəhərini başlayır üfürməyə insanlara. İnsanları ona qarşı doldurur yəni. Və ona zid, ona əks olaraq ittihamlar, böhtanlar, yalanlar uydurur. Və onun ətrafına nəzəriyyəsi qasir olan, allanmış, imanları zəif olmuş, fitnəni sevən insanlar dolurlar, yığılırlar. Və həmin o Yahudilərin o planı 3-cü xəlifə Raşidi olan Osman radiyallahu anhunu məzlumcasına qətlə yetirməklə onların bu işi qutarır. Onun ölümünün, qətlinin arxasında isə müsəlmanlar arasında nə baş verir? İxtilaflar baş verir. Və fitnə yayılır bu Yahudinin nə ilə? Yahudinin və onu tabi olan kəslərin təhridi ilə, təhrib insanları tərpətməsi ilə. Və sahabələr arasında da onların bəhsindən, ictihatla olan döyüş baş verir, qital baş verir. Şərih-ü Təhaviyyə deyir ki, rafizlərin əsli, raftın əsli inne asla raft innəmə yuhdisuhu munafiqun zindiqin qastuhu ibtalu din İslam. Demək, rafizinin əslindən söhbət edəndə deyir, zındık, munafiq bilərəkdən İslam dinini batil etmək qəsdi ilə nə edibdir? Bu yeniliyi edibdir. Rasulullah s.ə.və tən edibdir. Necə ki, alimlər demişdilər ki, Abdullah ibn Səbə o vaxt ki, İslamı üzə çıxartdı, göstərdi. Onunla İslam dinini öz hiləsi ilə, öz xubsi ilə fəsad eləmək istəyirdi. İslam dinini fəsad törətmək istəyirdi İslam dinində. Necə ki, Bulis xristiyanların dinini etdiyi kimi. Demək, Bulis də Yahudi olur. Bu, güya xristiyanlığı qəbul edir. Girir xristiyanların içinə və onları başlayır neyməyə, azdırmaq. Onların dinini öyrənir, olduğu kimi lazım olan şeylər və özünü onlardan göstərir və xristiyanları azdırır. Hətta İsiyə nə deyirlər? Allahın oğlu və Allah deyirlər. Necə ki, Abdullah ibn Səbə Əli radiyallahu anhuya birinci peyğəmbərlik, sonra isə ilahlıq iddiasında olur və bunu insanlara tədricən yedizdirir. İnsanların beynini doldurur. Həmin o polis nə edir? Özünü o dindən tutan, bunların dindən tutan, gedən, eləncə göstər, yaxşılıq əmr edən, pislikdən çəkindirən. Necə ki, Abdullah ibn polis eləmişdi. Abdullah ibn Səbə də polis kimi özünü yaxşılıq əmr edən, pislikdən çəkindirən, hətta Osmanın qətlinin fitnəsinə səy etmişdi bununla. Yəni, özünü insanlara sevdirmişdi, İslam dinini təbliğ edərək, sonra arxasında istədiyini istəmişdi. Sonra o vaxt ki, Küfiyə gəlir. Küfiyə gələndə Əli radiyallahu anhu barəsində öz qulubunu üzə çıxardır. Sanki ona kömək edir və öz məqsədlərini oturtmaqdan ötəri zahirdə
Əli əleyhissalam barəsində qulub edir və ona kömək, onun tərəfdarı kimi özünü eləyir, göstərir. Bu da Əli radiyallahu anh'a çatanda tələb edir ki, onu gətiriləsinlər. Tələb edir ki, onu gətiriləsin. Özü də orada olur da. Və qaçır. Həmin o Abdullah ibn Səbə Qırqız indiki Suriyada bir yerdir. Ora qaçır. Onun xəbəri tarixdə məlumdur. Yəni bilinir kimdir. Yəni ki, o söhbət yəni uzundur. Sonra Şeyxülislam İbn Teymiyyə rahmetullah demişdi ki, o vaxt ki Osman radiyallahu anhu qətlə yetirildi, qəlblər ayrıldı, kədərlər böyüdü və şərlər üzə çıxdı. Xeyirlər isə zəll oldu. وَسَعَى فِي الْفِتْنَةِ مَنْ كَانَ عَاجِزًا عَنْهَا. Kimlər ki fitnə törətməkdə aciz idi, o fürsətdən istifadə edib fitnəyə səy göstərdilər. وَعَجَزَ عَنِ الْخَيْرِ وَالصَّلَاحِ مَنْ كَانَ يُحِبُّ إِقَامَتَهُ. Kim ki xeyir istəyirdi, salah istəyirdi, bunu etmək istəyən kəsə aciz oldu onları etməyə. Yəni xeyir edə bilmirdi. Xeyir edə bilmirdi. Fitnə isə öz fitnəsini yayırdı. Və sonra möminlərin əmri Ali ibn Əbi Talibə beyət edirlər. Dedi ki, yerdə qalanların içində ən haqlısı idi. Yaşayanların içində xəlifəliyə ən haqlı olan idi. Lakin qəlblər ayrılmışdı. Osmanın ölümüyle qəlblər ayrılmışdı. Ya, fitnə odu qopmuşdu, qalanmışdı. Söz bir değildi. Müslümanlar bölünmüşdülər. Cemaat nizamlı şəkildə değildi. Yəni وَلَمْ يَتَمَكَّنِ الْخَلِيفَةُ وَخِيَارُ الْأُمَّةِ مِنْ كُلِّ مَا يُرِيدُونَهُ مِنَ الْخَيْرِ. Yəni nə xəlifə, nə ümmətin xeyirlisi hər bir istədiyi xeyri edə bilmirdi. Çünki ayrılıq baş vermişdi, fitnə baş vermişdi. Cemaat qövmlərə bölünmüşdü. Baş verən vermişdi yəni. Subhanallah. Həqiqətən elədir yəni. Fitnələrdən insan ayağın altını görə bilmir. Axıramını aparır. Allah Teala kimə rəhm edir, onlar salamat qala bilirlər. Hər fitnəndə öz qurbanı vardı. Və qala aydan mübeyyinan uzra al-muqatilin min as-sahabati fi qital Ali və Muaviyə. Muaviyə ilə Əlinin arasında döyüşdə sahabələrin döyüşənlərinin üzrünü bəyan edərək demişdi ki, yəni İbn Teymiyyə rahmetullah onlara üzr gətirərək demişdi ki, Muaviyə xəlifəliyi istəmirdi. Və ləm yubayi' ləhu bihə hina qatala Aliyan. Yəni və ləm yəddi'il xilafət. Yəni Muaviyə xəlifəliyi iddia eləməmişdir. Xəlifəliyi iddia eləməmişdir. Və ləm yubayi' ləhu bihə hina qatala Aliyan. Yəni hətta Əli ilə döyüş vaxtı ona da beyət olunmamışdı bu şeydə. Və ləm yuqatil alə ənəhu xalifə. Yəni, daha doğrusu Muaviyə radiyallahu anhu Əlinin xəlifəliyini iqrar eləməmişdi. O vaxt döyüşdüyü vaxtı iqrar eləməmişdi. Çünki deyə bilərsiniz ki, tər xəlifə ilə döyüşmək olar, hakimə qarşı çıxmaq olar. Onu etiraf eləməmişdi. Çünki o da Şamdaydı, güc sahibi idi. Yəni, dərəcəsi vardı. Vəzifədə də, gücdə də əldən geri qalmırdı. Sadəcə fitnə düşmüşdü. Həmin vaxtı beyət eləməmişdi. Yəni, o demək deyil ki, o haqlı deyildi xəlifəliyə. Ona görə yox, sadəcə onu iqrar eləməmişdir. وَقَدْ كَانَ مُعَوِيَةُ يُقِرُّ بِذَلِكَ لِمَنْ سَأَلَهُ عَنْهُ وَلَكَنَ مُعَوِيَةُ وَأَصْحَابُهُ يَرَوْنَ أَنْ يَبْتَدِئُوا عَلِيًّا وَأَصْحَابَهُ بِالْقِتَالِ. Yəni Muaviyyədən soruşanda, kimsə soruşanda deyirdi. Onu iqrar edirdi. Hə, belə deyirdi. Yəni haqlıdır, odur. Nə Muaviyyə radiyallahu anh, nə onun əshabları Əli ilə döyüşə başlamağı rəyində deyildilər ki, ondan döyüşək və ona qarşı çıxaq. O vaxt ki, Əli radiyallahu anhu bəl ləmmə ra'a Aliyun əshabəhu ənəhu yəcib aleyhim itaatuhu və mübəyyatuhu iz lə yəkunul muslimin illə xəlifətən vahidətən və ənəhum xaricun ən taati. Ta ki, Əli aleyhissalam özü
bunu vacib görməyən kimi. Deyir ki, bir müsəlmanlar bir xəlifə arxasında olmalıdırlar, beyət olunmalıdır və ona itaət olunmalıdır. Bu söhbət çıxmayan kimi hələ heç nə yox idi. Ki, onlar itaətdən çıxıblar, vacib olan şeydən imtina ediblər, onlar وهم أهل الشوكة رأى أن يقاتلهم حتى يعود هذا الواجب. Yani gücləri var idi. Həmin kəslərlə döyüş apardı ki, hətta onlar vacib olana qayıtsınlar və itayət və cəmaət hasil olsun. Çünki iki hakim olarsa da bir yerdə onu birini öldürmək lazımdır. Ali radiyallahu anh da özünün xəlifə olduğunu və ona itayət olunmağını, tabi olmağını vacib gördüyü üçün bu qərara gəlmişdi və döyüş də beləncə başlamışdı. Niyyəti nə idi? İtayət hasil olsun və cəmaət hasil olsun. Və Muaviyə onunla bir yerdə olanlar isə dedilər ki, İnnə zəlikə lə yəcib aleyhim. Muaviyə və onunla bir yerdə deyir ki, vacib deyil bizə. Kim deyir ki, vacibdir? Əli deyir, vacibdir, bunlar deyir, vacibdir. Və ennəhum izə qutilu alə zəlikə kənu məzlumin. Əgər buna görə döyüşülsəydilər, onlara qarşı döyüş aparılsaydı, məzlumdular. Yəni Muaviyə və onunla bir yerdə olanlar deyib, bizə qarşı döyüş aparsanız, biz məzlumuq. Yəni, biz vacib deyil ki, sizə beyət edək. Qalil, yəni Osman, gönə deyirlər, söhbət nədən gedirlər? Deyirlər ki, Osman məzlum olaraq qətlə yetirilibdir, müsəlmanların ittifaqı ilə məzlum olaraq qətlə yetirilibdir. Onu qətl edən isə Əlinin ordusundadır. Onlar isə çoxunun gücü var idi, ordu başçıları idi. Generallar, balkovniklər məsələsində. Hamısı ordu başçıları idi. فَإِذَا بَيَعْنَا مَظْلُومًا وَاعْتَدُ عَلَيْنَا. Əgər biz فَإِذَا بَيَعْنَا ظَلَمُونَ. Əgər biz beyət edəcək, bizə zulm edəcəklər və bizə qarşı həddi aşacaqlar. وَعَلِيٌّ لَا يُمْكِنُهُ دَفْعُهُمْ. Əli də onları dəf etməyə bacarmırdı. Yəni həmin o ordu başçıları var idi. Elə onlar bunu Əli təyin eləmişdilər, xəlifə kimi. Yəni Əli radiyallahu anhu Osmanı qisasını ala bilmirdi hələm onlardan. Niyə? Tarixçilər dedi ki, əgər Əli radiyallahu anhu Muaviyə çatdıra bilmirdi ki, biraz səbir elə, mən də bunlar 600, bunları öldürsəm 6000 çıxacaq arxasından. Biraz səbirli ol. Yəni onu çatdırmaq istəyirdi ki, eləyəcək, amma səbirli olacaq. Burası onu çatdıra bilmirdi. O vaxtda beləncə zənglər zadları yox idi. Məktub göndərdən sonra yolda ola bilərdi, kimisərinə keçərdi. Və yaxud da ki, münafiqlər həmişə olubdur, ala vuranlar həmişə olubdur. Nə deyirlər bizdə kəşfiyyatda, xəbəri qeyb çatdıra bilərdi. Onu çağırıb deyə bilmirdi. وإنما علينا أن نبايع خليفة يقدر على أن ينصفنا ويبذل لنا الإنصاف. Yəni Muaviyə onunla bir yerdə onunla deyir ki, o deyir Osmanlı heç müdafiə edə bilmədi. Biz deyir o xəlifəyə beyət edirik ki, o qadirdir bizə insaflı olmağa və bizim üçün insaf olması üçün gücünü sərf etməyə qadir olana biz beyət edirik. Demək, bunlar ictihat idi, hamısı deyirlər ki, sən xəlifəsən, əla. Xəlifəsənsə biz qisas istəyirik. Osman bizim qohumumuzdur, qisasını istəyir, öldür. Öldürsən, xəlifəsən, demirsən. Yox, öldürəmirsən, onda xəlifə deyilsən. Subhanallah. Çünki xəlifə olmaqdan ötəri, belə deyək də, bir müsəlman hakimin, bir kəsin hakim olmasından ötəri, onu eşidib itaat eləməkdən ötəri, gərək o birinci müsəlman olsun, ikincisi gücü olsun. Bu ikisi cəm olmalıdır. Əgər ikisindən biri yoxdursa da, o eşidib itaat olunmayandır, qaydadır bu. Yəni Muaviyə onunla bir yerdə ona ictihad eləmişlər ki, sənin gücün yoxdur, sən bir nəfərin ölümünü qisasını ala bilmirsən. Bizə nə tər insaflı olacaqsan? İctihadla beləncə. Təbii ki, Əhl-i cəmaatın yolu bu ixtilafda, bu baş verən ixtilafda, hansı ki sahabelər arasında baş vermişdi, iki şeylə xulasalandırırıq bunu. Şeyx Salih Fovzan deyir ki, birinci odur ki, Əhl-i cəmaat sahabelər arasında baş verən şeydə kəlamlarını, sözlərini tutub saxlayırlar, onlar başında işə danışırlar. Onu axtarmırlar da belə. Çünki həqiqətən salamat yol
Bu kimi şeydə sakit durmaqdır. Bu salamatçılıqdır. Rabbena gfir lana və li-ixvanina allazina sabaquna bil-iman. Ey Rəbbimiz, bizi və bizi imanda keçən qardaşlarımızı bağışla ginən. Və la tec'al fi qulubina ghillan lillezina amanu. Rabbena innaka raufur rahim. Bizim qəlbimizdə iman gətirənlərə qarşı kin, küdrət qoyma ginən. Ey Rəbbimiz, sən raufsan, rəhimsən. Budur. Sözləri bu olur. Allah'ın ayəsi olur. İkinci odur ki, rəvayət olunan əsərlərə cavab olaraq fi مساويهم وذلك من وجوه. الوجه الأول أن هذه الآثار منها ما هو كذب. Demək, rəvayət olunan əsərlərin içində yalanlar var. Yalan olanlar vardır. Həmin sahabələrin düşmanları onları iftira atıblar, onların adlarını, sanlarını ləkə yaxmaq istəyirlər. Yalanlar uyduraraq. İkincisi, bu əsərlərdə bəzisinə əlavələr olmuşdur, bəzisinə isə naqisliklər olmuşdur. Səhih tərəfindən dəyişdirilibdir və yalan daxil olubdur. Muharraf olubdur, ona tərəf çevrilmək olmaz, çevrilmir, baxılmır. Üçüncü odur ki, bu əsərlərdən səhih olanı vardır, o da azdır. Onlar da o səhih gələnlərdə isə üzürləri vardır. Çünki onlar müctehidlər idilər və müctehidlər ictihad edib xata edənləri var idi və haqqa isabət edənləri var idi. Yəni müctehid ictihad eləsə, xata eləsə bir əcri var, isabət eləsə haqqa 2 əcri vardır. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm öz hədisində demişdi ki, hakim ictihad edərsə də onun 2 əcri vardır. İctihad edir, 2 əcri var. Yəni haqqa isabət edir. İctihad edib xata eləsə 1 əcri var. Bunlar da ictihad əhli idi. Dördüncü tərəf odur ki, ennəhum bəşərun, onlar da, sahabələr də bəşərdir. Onların da fərdlərindən xatalar baş verir. Yəni cümlələrindən yox, fərdlərindən. Onlar məsum deyirlər, günahlardan məsum deyirlər. Yəni fərdə nisbətdə. Fərdləri məsum deyil. Amma cümləsi nədir? Onların icması qəbul olunur da. Lakin onlardan baş verən şey lakin mə yaqa minhum fələhu mukaffiratun adidə minhə. Yəni onlardan baş verən o şeydə, o xatalarda etdikləri əməllər vardır ki, bunların o əməllər onlardan baş verən xataları mükaffir edir, silir. Necə ki həmçinin ən yakunu qad təbə min, birincisi ola bilsin tövbə ediblər. Həmin vaxtı tövbə ediblər. Tövbə isə pisliyi silir. Nə qədər pis yollu olsun qardaş, yanında saxla, nə qədər günahın olsun. Tövbə edirsənsə tövbə silir, elhamdülillah. Necə ki, ona dəlillər çoxdur. İkincisi, onlar əvvəldə gələnlər, fəzilət sahiblərdirlər və bu da onların bağışlanmasına vacib olan şeydir. Yəni, İslamı birinci qəbul edənlərdirlər də, İslama kömək edənlərdirlər. Bu da nə edir? Onların günahlarını kəffarə edir. Hətta onlardan pis şey baş versə belə, yəni bu yaxşı əməlləri onu silir. Necə ki Allah Subhanahu taala deyir Quran-ı Kərimdə: "İnnel hasenati yuzhibne seyyiat." Yaxşılıqlar pisliklərə aparır. Pislik elədin, dalına yaxşılıq. Pislik elədin, ən yaxşılıq da tövbədir, bağışlanmadır və sonra başqa yaxşılıqlar. Üçüncüsü, ennəhum onların tədəafə ləhumul həsənət əksər min qeyrim. Yəni, başqalarından, onların yaxşılıqları başqalarından daha çox artırılıbdır. Yəni, fəzilətdə bir nəfər də onlarla bərabər deyil, onlardan sonra gələnlər. Fəzilətdə. Necə ki, Peyğəmbər sallallahu sözündə də sabit olmuşdur bu, ennəhum xeyrul qurun, əsrlərin ən xeyirləridir. Hədisə gəlir, ən xeyirli əsr mənim əsrimdir, sonra ondan sonra gələn, sonra ondan sonra gələn. Onlardan biri bir ovuc sədəqə versə, onlardan sonra gələn bir Uhud dağı qədər versə belə ona çatmır. Onun yarısına belə çatmır. Subhanallah. Allah onlardan razı olsun. Şeyx İslam İbn Teymiyyə rahimehullah deyir ki, yerdə qalan əhl-i-sünnə və cəmaət və din imamları, onlar sahabələrdən fərdi kəslərin məsumluğunu
etiqad eləmirlər. Nə də ki, əhl-i beytdən olan kəsin. Yəni, əhl-i beytdənsə məsumman belə şey yoxdur. Və yaxud da ki, İslamı əvvəldə qəbul edib, sən məsumsan, belə bir şey də yoxdur. Bunu etiqad eləmirlər. Bunlarda və bunlardan başqalarında əhl-i sünnət cəmaatı, din imamları bunu etiqad eləmir. Vəl yəcuzu indəhum vuku'u zunubi minhum. Əksinə əhl-i sünnət cəmaatı etiqad edir ki, onlardan günah baş verə bilir sahabələrdən. Yəni ki, məsum deyirlər. Həmçində əhl-i beytdən. Allah-u Teala onların tövbə ilə onları bağışlayıbdır. Onların dərəcələrini qaldırıbdır. Onların etdikləri yaxşı əməllər həmin o günahları silifdir. Yəni, bu çoxdur səbəblər, subhanallah. Yəni, günahların o baş verən şeyin silinməsi üçün səbəblər çox olubdur onlarda. وَالَّذِينَ جَاءُوا بِالصِّدْقِ وَصَدَّقَ بِهِ أُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ. Sıdqla gələn, Peyğəmbər doğruluqla gəlmişdi, sıdqla gəlmişdi. وَصَدَّقَ بِهِ, onu təsdiq edən, onlar müttəqilərdir. O sıdqla gəlmişdi, onu da təsdiqləmişdilər. لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ذَلِكَ جَزَاءُ الْمُحْسِنِينَ. Onlar üçün Rəbləri yanında nə istəyirlərsə var. Bu da mühsinlərin mükafatıdır. لِيُكَفِّرَ اللّٰهُ عَنْهُمْ أَسْفَأَ الَّذِي عَمِلُوا. Yəni, onlar etdikləri o pislikləri Allah Teala kəffarə edir. Onlar üçün silir. وَيَجْزِيَهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَ. Yəni, onların etdikləri yaxşılıqların əcrini isə Allah Teala nə edir? Ən gözəl şəkildə verir. Başqa ayda Allah Teala deyir ki, "Hatta iza balagha ashuddahu wa balagha 40 sanatan qala rabbi awzi'ni an ashkura ni'mataka allati an'amta alayya wa ala walidayya wa an a'mala salihan tardahu wa aslih li fi dhurriyyati inni tubtu ilayka wa inni minal muslimin. Ulaika allazina nataqabbalu anhum ahsana ma 'amilu wa natajawazu an sayyi'atihim fi ashabil cennah." Əhqaf surəsi 15-16-cı ayələrdə Allah Teala o kəs barəsində deyir ki, o deyir, güc vaxtına gəlib çatdıqda, 40 yaşına çatanda insan, 40 yaşında güc vaxtı olur insanın, möhkəm vaxtı olur insanın. Beyində də kamilləşir, bədəndə də kamilləşir insan. Deyir, Rabbim, mənə ilham elə, sənin mənə və valideynlərimə verdiyin nemətə görə sənə şükür edin və salih əməl edin. Yəni, sən razı qaldın, salih əməl edin. Və aslihli fi zurriyyəti, mənim zurriyyətimi islah eləginə. Mən sənə tövbə elədim və müsəlmanlardan oldum. Onlar Allah deyir ki, "Ulaikellezine taqabbala anhum ahsana ma'amil." Onların etdiklərinin ən gözəl şəkildə qəbul edəcək onlardan. Etdikləri əməlin ən yaxşı şəkildə qəbul edəcək. Onların pisliklərini keçəcək. Fi ashabil cənnət. Cənnət ashablarının pisliklərini biz keçəcək. Allahın düşmənləri sahabələr arasında baş verən şeyi fitnə vaxtı, ixtilaflarda olan fitnə vaxtı səbəb olaraq götürüb və onların haqlarına girmişdilər. Ağızlarına gələn danışmışlar onlar barəsində. Pis olaraq, yəni. Onların kəramətlərini aşağı salmışlar. وَقَدْ جَرَ عَلَى هَذَا الْمُخَطِّطِ الْخَبِيثِ بَعْضُ كُتَّابُ الْمُعَاصِرِينَ. O bəzi müasir yazıcılar zatlar vardı ki, pis, yəni xabis o plan dizanlar, onlar bilərəkdən, bilməkdən hər şeyi qatmışlar bir-birlərinə. فَجَعَلُ أَنْفُسَكُمْ حَكَمًا بَيْنَ أَصْحَابِ رَسُولُ اللّٰهِ صَلَّى اللّٰهِ عَلَيْهِ وَسَلَّمَ. Yəni, özlərini Allahın Rəsulü sallallahu əleyhi və səlləm sahabələrin arasında hakim olaraq götürmüşlər. Ruçkaları, qələmləri yazır, fitnədir. Nə gəldi yazıblar? يُصَوِّبُونَ بَعْضَهُمْ وَيُخَطِّئُونَ بَعْضَهُمْ. Dəlilsiz, bəzisinə deyirlər, bu düzdür, bəzisinə deyirlər ki, bu nədir? Səhvdir. Bəl bil cəhli və ittiba'l hava, əksinə bunu cahilliklə, havalarına tabi olaraq ediblər. Yəni, o kin, küdrət əhli
müstəşriklər kimlərdir? Bu qərb yazıçıları zadları da. Bunlardan olan o Çin əhli və bunların quyruğu həmin o müsəlmanların arasında baş verən o söhbəti insanları şəkk olaraq salıblar, tarixi dəyişiblər ki, ümmətin arasında bu fitnəni salmaq üçün, bu Çin qüdrəti yaratmaq üçün. Amma bu ümmətin salih sələfi, hansılar ki, onlar əsrlərin xeyirləri olublar, لينفذوا بالتالي إلى الطعن في الإسلام وتفريق كلمة المسلمين. Yəni onlar bu ümmətin xeyirləri barəsində, salih sənətlər barəsində pis şeyləri yaymaqla, onları tən eləməklə əslində İslam'a tən ediblər. Müsəlmanların kəlməsini ayırıblar. Yəni məqsəd burada budur. Sahabələr nitən edirlər. Çünki onlar bizə İslamı çatdırıblar. Onlar birbaşa Peyğəmbər s.ə.v-dən götürüblər və bizə çatdırıblar. Əgər onlarda pislik varsa da və onlar pis olublarsa da, onda o deməkdir ki, onların sözü də götürülmür, onlara güvənilmir də, əmanətə də xəyanət edə bilərlər. Beləncə, sonunda məqsəd İslamı vurmaqdır ki, insanlar İslamdan əl çəksinlər. Yəni ümmətin başqalarının qəlbinə o kini qüdrəti atırlar birincilərinə qarşı, sələflərinə qarşı. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ. Amma biz sələfə tabi olaraq necə eləməliyik? İqtidar etməliyik ki, onlardan sonra gələnlər deyirlər ki, ey Rəbbimiz, bizi və bizi imandan keçən qardaşlarımızı bağışla ginə, bizim qəlbimizdə iman gətirənlərə qarşı kin qüdrət eləmə ginə, qoyma ginə. Ey Rəbbimiz, sən raufsan, rəhimsən. Yəni bu da Əhl-i Sünnənin sahabələr arasında baş verən fitnədə olan məzhəbi idi.